Bugün ad gününə gedirik və sizi də yanımda götürürəm. Baxın nə qəşəng makyaj etmişəm güya öz aləmimdə, ancaq bu qədər uzun yol getdiyimiz üçün istidən makyajım da əridi. Yolda gördüyüm fərqli şeylər sizə çəkdim və Oskar'ın keçdiyi çöllərdən də keçərək nəhayət gəlib çatırıq. Bura Qardabanda hər kəsə məşhur olan Fish House restoranıdır. Vizual olaraq çox bəyəndim. İndiyə qədər getdiyim bir çox yerdən daha gözəl idi. Qadınların ilk diqqətini çəkən şey təbii ki, qəşəng şəkil çəkmək yerləri olmağıdır və bu məkanda həqiqətən bir çox nöqtədə estetik şəkil çəkdirmək mümkündür. Bu da masanın dekorasiyası. Axşam saatlarında canlı musiqi olur. Öz konforumdan ödün verərək yüksək topuqlu ayaqqabı geyinmişəm. Niyə? Çünki lady kimi görsənmək istədim. Əslində zarafat eləyirəm. Hər şey spontane bir şəkildə baş verdi və son anda qərar verdim nə geyinəcəyimə. Bu donu çoxdandır alıb qoymuşdum, amma heç bir yerə geyinməmişdim. Düşünürdüm ki, geyinəcəyim bir yer gələcək. Elə buraya qismət imiş. Həqiqətən çox rahat idi. Ayaqqabını da təbii ki, onun rənglərinə uyğunlaşdırdım. Restoran çox böyük idi, havası da çox qəşəng idi. Biraz isti idi çünki biraz gündüz saatlarında getmişdik biz. Yeməklərimiz yavaşdan gəlir. Əslində çəkmədiyim hissələr də oldu. Kabablar da çox dadlı idi və balıq həqiqətən dəhşət dərəcədə dadlı idi. Bu quşu ilk gördüyümdə heç hərəkət etmirdi. Elə düşündüm ki, bu sünidir, amma görürsünüz bunun gözəlliyini. Kiçik Xalid, həm bibin, həm xalan olaraq səni təbrik edirəm. Böyük oğlan ol. Gün bitdi, gedirik. 2 saatlıq yolumuz var.